Gəldik Şəkinin miniatür muzeyinə. Bütün tarixi abidələr miniatür formada burada yaradılıb. Muzeyimizin yaradılmasında əsas məqsəd odur ki, şəhərə gələn qonaqlar qısa zamanda və bir məkanda Şəkinin bütün tarixi abidələrinə, qalalarına, gəzməli, görməli yerlərinə burada vizual şəkildə səyahət etsinlər. Tanış olsunlar. Bəli, tanış olsunlar. Eyni zamanda burada Şəki sənətkarlığı, Şəki memarlığı, Şəkinin Azərbaycan tarixinə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında da məlumat əldə etmiş olacaqlar. Bildiyimiz kimi Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bəlkə də birincisidir. Elə məhz buna görə də 1968-ci ildə Nazirlər Sovetinin qərarına əsasən Şəkinin bu qədim ərazisi qoruq elan edilir. Xan Sarayı daxil olmaqla 300 hektar əraziyə əhatə edir. Həmin qoruq ərazi 4 il əvvəl isə UNESCO-nun tarixi şəhərlər liqasına qəbul olunur. Yəni hal-hazırda bizim olduğumuz bu tarixi məkan artıq bütün bəşəriyyət tərəfindən. Qoruq ərazidə olan hər bir tarixi abidənin 150-dən çox yaşı var. Təbii ki, bura qalalar daxil deyil, onların yaşları daha qədimdir. Daha çoxdur, bəli. 14-15 əsrə gedir, çıxır. 2 əsrə də yaxın yaşları olmasına baxmayaraq, hansı formada görürsünüzsə, həmin formada da tarixi abidə kimi qoruq ərazidə qorunub saxlanır. Qoruq ərazinin giriş hissəsi Cümə məscidinin qarşısından başlanır. Cümə məscidi bu yuxarıdadır da deyəsən. Aşağıda. Aşağıda prezident təmin elədiydi, yoxsa bu? Yox, Xan məscididir. Xan məscidi. Hə, bir minarəli məscid, bəli, yadıma düşdü. Xan məscidi, hamısı bir minarəli. Hamısı bir minarə. Bu lap girişdədir də, bura girişdədir, bəli. Sonra ərazinin giriş hissəsi Cümə məscidinin qarşısından başlanır. 18-ci əsrlərə aid olan tarixi abidə rayonun ən böyük məscid və mədrəsəsidir. Eyni zamanda qoruq ərazinin ilk tarixi abidəsidir. Cümə məscidinin qarşısından başlayaraq qoruq əraziyə daxil oluruq, vizual səyahətimizə başlayırıq. Yuxarıya doğru irələdikcə burada Şəki bəylərinin, Şəki tacirlərinin, malikanələrinin, mülklərini görürsünüz. Özlərinə məxsus memarlıq üslubları var. Həmin dövrdə dini təyinatlı binalara daha çox üstünlük verilirdi və qoruq ərazidə də tez-tez rast gəlinir. Növbəti dini abidəmiz isə qoruq ərazinin ikinci dini abidəsi Ömər Əfəndi məscididir. Bu gün də öz təyinatı üzrə fəaliyyətini davam etdirir. Yuxarıya doğru irəliləyirik. Burada növbəti abidəmiz yenə Şəki bəylərindən birinin malikanəsidir və tarixi abidə kimdə qorunub saxlanılır. Şəki İpək yolunun üzərində yerləşdiyi üçün bura çoxlu tacirlər gəlirdi. Həmin dövrdə Şəkidə 5 karvansaray inşa edilib. Təəssüf ki, dövrümüzə yalnız ikisi gəlib çıxıb, aşağı karvansaray və yuxarı karvansaray. Öz dövrünün böyük bir mol rolunu oynayan karvansarayda, bu aşağı karvansaray, üst mərtəbə mehmanxana, alt mərtəbə dükkan kimi fəaliyyət göstərir. Hətta bir neçə otağı da vardı ki, dövlət sənədlərinin imzalanması üçün ayrılırdı. 242 otaq aşağı karvansarayda, 300 otaq isə yuxarı karvansarayda. İki karvansaranın mərkəzində yerləşən tarixi abidə Hacı Məmməd Sadiq Əliyevin ticarət kontoru olub, Şəkinin çox böyük xeyriyyətçisi olub. Abidə hal-hazırda kinoklub və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam edir. Yuxarı karvansarayda bizdən üzbəyiz dayanır. Yəni, qoruq ərazi burada relyefə uyğun yox. Bəli. Sanki bura Şəkinin bütün qədim abidələrinin canlı xəritəsidir. Bəli, eynisidir. Yəni anlaşılır ki, muzey bu həmin boşluqda yerləşir. Buradan görsənən həmin bu körpüdür və Qurcana çayıdır ki, qədim Şəkini 2 hissəyə bölür. Bu Qurcana çayıdır, yoxsa Kiş çayıdır? Qurcana 2 çayı o tərəfdədir, hə. Hə, bu deməli Qurcana çayıdır. Şəkili Sil yolu sayılan qədim qala divarlarıdır. Daxilində isə dünya memarlıq ünisi sayılan Şəki Xan Sarayı yerləşir. Bəli. Növbəti abidə isə dairədə məbəddir, hal-hazırda təmirə bağlıdır. Bu bizə kimi fayda göstərir. Şəki Azərbaycan tarixinə çox görkəmli şəxsiyyətlər daşıyır. Onlardan biri də Azərbaycanın ilk dramaturqu olan Mirzə Fətəli Axundovdur. Bu hansı tərəfdədir evi? Bu qala divarının yanından yuxarıya gedənlərdir. Xələ, üzr istəyirəm. Növbəti abidə isə ikinci dramaturqumuz Rəşid bəy Əfəndiyevin doğulduğu evdir. Muzey kimi də fayda göstərir. Hal-hazırda təmir işləri gedir. Gödək Minarə məscididir. Adının da minarənin gödək olmasından götürür. Türk dünyasının böyük şairi olan Bəxtər Vahabzadənin doğulduğu evdir. Muzey kimi də fəaliyyət göstərir. Giləhli məsciddir. Çay daşlarından pilləli formada inşa edilir. Bəxtər Vahabzadənin muzeyi budur. Yazı ora sığmıqdır deyir. Belə başa düşdüm.
Burada isə gördüyünüz kiçik ev isə şərqdə ilk opera yazan xanım bəstəkarı Şəfiq Axundov. Bəli, doğulduğu evdir, amma təəssüf ki, muzey kimi fəaliyyət Göstərmir. Muzeyimizin bu hissəsində qədim şəki evi yaranımı və meşə əşyaları yer alır. Əl işi olan taxtadan oyulma meyvə qabıdır. Arkada həsrdən tonulmuş stuldur. Çok güzeldi. Aha, toxumaq olmaz bəli. Əl işi olan kiçik neft taxtadır, tikiş maşınıdır. Ay, çox qəşəng. Arkada 150-dən çox yaşı olan sandıqda mücrüdür. İki xurcunlu, iki cibli xurcundur üzərindəki. Bu bölməmizdə isə od ütülər yerləşdirilir. İçərisinə kömür qoyulur, bəli. Yun daraqdır, yun orada darıyıb, cəhrədi ipalına salınır və isə yuyumlar toxunulur. Misdən hazırlanmış məşəd əşyalarıdır. Cildən hazırlanmış duluzçuluq qablarıdır. Daş dəyirmandır, keçilə də deyirlər. Nevrələrdir. Burada isə qədim şəki evlərinin demək olar hamısında bu cürətlərdən istifadə olunur, şkaf olunur. Simvolik həmin görüntü yaradılıb. Burada qədim əşyalar yer alır. Kasələr, tupiklər, günəş simvolu daşıyan dövrər, üzərlik yandırma qabları, günəş simvolu. Bəli. Xanımların əl işi olan örtüklərdir, qamışdan toxunulmuş meyvə səbətidir, qamışdan toxunulmuş bazar zəmbilidir. Çox gözəl. Qamışdan toxunulmuş çox gözəl əl işi olan kitab rəfidir. Kitab rəfi çox Üzərində gözəldir. bəli, çox gözəldir. Üzərində gördüyünüz o kitab isə Quran-ı Kərimin təfsiridir. 1310-cu ildə Misirdə çap olunub. Orijinal nüsxədir. Maşallah, çox gözəl. 1800-cü illərə aid olan tərəzidir. Çox maraqlı iş prinsipi var. Biri ona nisbətində çəkir. Yəni 1 kilo daşır bura asdıqda 10 kilonu orada göstərir. 2 kilo bura daşır asdıqda 20 kilonu orada göstərir. Dəqiq qramına qədər dəqiq tərəzidə. Bunlar yoxdur indi belə tərəzilərdə. Qədim tərəzilər. 2-18 xanımın olan hakimiyyət illəri burada xronoloji ardıcılıqla yerləşdirilir. Yalnız Çələbi xanımın rəsmi da rəssam tərəzidir. Eyni zamanda Şəki üsyanlar şəhərinin 1937-ci illərdə əhatə edən üsyanların da fotoları burada yer alır. Keçirik sol sahilə və sol sahildə vizual səyahətimizi davam etdiririk. Növbəti abidəmiz yeraltı hamamdır. Hamamın soyunma geyinmə hissəsi görsənən hissədədir. Yuyunma hissəsi yerin altında olur. Hələ o dövrlərdə bu hamamda istipol, istidivar sistemi yaradılır. Bu hansı tərəfdədir, çox üzr istəyirəm? Cümə məscidinin arxasında, o şəhər tərəfdə. Yəni indi fəaliyyət göstərir? Xeyr, yenidən bərpa işlər aparılır. Təəssüf ki, sistem geri qaytarıla bilmədi. Bilmədi, amma restavasiya edirlər, muzey kimi yoxsa? Elədilər, alınmadı. Yəni çimmək yox, muzey kimi də alınmadı. Ümumiyyətlə, heç nə eləmirlər, bina olaraq qalır. Bina olaraq qalır, yeraltı hamam. Elə hamam mən Lahıcıda görmüşəm, çox unikal oranın isitmə sistemi var. Ayrı bir otaqda, orada isinir. Orada nəfəs almaq çox çətin olurdu. Amma o qədər, yəni oranın belə deyim də, orijinallığı var. Bir hündür günbəzi var. Burada günbəzlərdir də. Onlar suyun isti qalmasını təmin edir uzun müddət. Termos rolunu oynayır. Termos rolunu, ha. Deyirlər. Buyurun. Adaptör ola ki, buna bir dəqiqə zərət qeyraq maşına deyil, sprinter. Baxın. Type-C də orada, yox. Heç kəs olmaz yox. Nədir o? iPhone-da? Yox. Kasmadan vermir. Çox təəssüf. Maşını temizdir. Sprinteri. Turla gəlmişsiniz. Turla gəlmiş. Mən indi taparam, gözdə yığarım. Nömrəsini bilmirəm ki. Kimdir adı, nədir? Kimdir sürücüsən? Tanımsınız. Deyin də bir Bura gəlməymiş. Adı nədir? Zorla gəlmiş. Adı bilmirəm. Bu. Gəldim şəkillərdir, kəş döşənmişlər, küçələrdir. Şəkilin sonuncu xanı olan Ədil xanım malikanəsidir. Bura. Samsun Burada. Oha. Gedək bəlkə. Yuxarı Çayvansaranın arxa nə hissəsidir, o bölgün böyük bazarı. Bu nə idi, üzr istəyirəm? Bu Kərvansarayda. Hə, bu bir sözüdür, bəli. Xancə maraqlıdır. Yuxarı Çayvansaranın arxa hissəsidir, o dövrün böyük bir bazar olub. Əsas ticarət burada ipəkçilik və baramaçılıq. Bəli, həyət var oradan. Simvolik həmin bəli bazar yaradılıb. Ora bazar olub deməli. Aha. Şəki qalasıdır, qalanın daxilində xanlığın idarə strukturu yerləşdirilir. Hansı vəzifələrin olduğu göstərilir. Müstəqil xanlıqdan sonra da özünə məxsus pul vaid olur xanlığın. Pul. Mis və gümüşdən hazırlanan 5,3 qram. Xan Abbası. Xan Abbası, hə, pul vahidi. Gələsən görəsən qalasının qalıqlarıdır.
Hansı? Başda o tərəf, iç tərəfi. O qala indi hansı tərəfdə yerləşir? Dağda. Dağda da. Ora getmək biraz çətin olar yəqin. Çətinlər mən düşərdim. Təhlükəlidir. Kiş Alban. Kiş Alban, olmuşam orada, bəli. Deməli bu çayın adı nə idi? Qurcana çay. Qurcana çayı, ay sağ olun. Burada isə Rəmin mərkəzində kənarda olan müxtəlif qalalar yer alır. Aha. Cavur qaladır. Cavur qala, hə. Labirintdir, Ay sağ olun, Gavur qala. Zəyzid məbədidir. Ağca qaladır. Zeyzid Qafqazın məbədi. Hissənayi müəssisəsi pey əylicə fabrikidir. Bina olaraq var, fəaliyyətdə deyil. O? İndi hansı tərəfdə yerləşir o? Çarbasaransa öyün arxasında yox. Bunu dəmək gelindir. Aha. İmaməli məscididir, 19-cu əsrlərə aid olan və sonuncu qoruq ərazinin sonuncu dini abidəsi Xan məscididir. Xan məscidi orada Həyətində durmuşam. bəli, ailə üzvləri dəfn olunub da sıralamaların altında. Tezliklə bu yaxınlarda tapıldı, prezidentimiz restavrasiya eləmişdi. Şəkxanovların evidir, qış sarayına gedir. Ha, bura istəyirəm gedim. Elə o Xan məscidindən az aşağı düşəndə o Aşağıda da. Sabit Rəhmanın ev muzeyidir. Burada isə Şəki bəyinin ilkin mərhələsindən son mərhələsinə qədər olan gözləyir. Bura giriş ödəniş yoxdur. Siz hardasınız, biz sizi tapa bilmirik. Çox sağ olun. Adınız necə oldu xanım? Bir aşağı. Mən bu günləri Natəvanla səyahət, gəldim Şəkiyə səyahət elədim. Düz Kərvansaray mövzuyuz. Əfsanə xanım. Yuxarı Çox Kərvansaray sağ olsun, bizi bu günləri məlumatlandırdı. Təmin etarsınız. Hə, gəldik, hə. Hörmətli kanalın izləyiciləri, Şəkiyə gəlsəz mütləq Kərvansaray ilə üzbəüz Şəki miniatür muzeyi var. Bura mütləq gəlin. Burada siz Şəkinin bütün abidələrini kiçildilmiş maket formasında görə bilərsiniz və Əfsanə xanım da burada çox gözəl dərindən informasiya verir. Həm bilidir, tarixi şəxsiyyətlər haqqında Şəkinin, eyni zamanda bütün memarlıq abidələri haqqında mütləq gəlin. Giriş 2 manatdır, amma dəyər. Çox təşəkkürlər. Orada xüsusi qeyd edək ki, buranın özəl bir xanım yaratıb. Aha. Mən burada bələdçiyəm. Xatirə xanım, aha, Xatirə xanım familiyası nədir? Əkbərov. Əkbərova Xatirə xanım bu muzeyi yaradıb. Çox sağ olsun, təşəkkürümüzü bildiririk. Həqiqətən əsl vətənpərvər, yəqin ki, Şəkilidir xanım da. Təşəkkür edirik.